Problemin əsas səbəbi odur ki, bəzi avtobuslarda ümumiyyətlə kondisioner yoxdur. Təbii ki, onlardan heç kondisioner tələb eləmək də məntiqli olacaq. Çox təəssüflər də belə köhnə avtobuslar var. Onlarda ümumiyyətlə kondisioner yoxdur. Bəzi avtobuslarda isə kondisioner var və işləmir. O işləməmənin də indiyə qədər aparılan müşahidələr göstərir ki, 2 dənə səbəbi var. Birinci səbəb odur ki, onların bəzilərində texniki nasazlıq var deyə heç işləmir. İşlətmək sürücü istəsə də belə onu işlədə bilməyəcək. Çünki kondisioner nasazdır, işləyə bilmir. Bunun da belə vəziyyətdə qalmasının səbəbi maddi imkanlarla bağlıdır. Biz daşıyıcılarla hərdən söhbət edirik. Onlar deyirlər ki, burada kondisioner minik avtomobilindəki kimi sadə deyil. Kifayət qədər mürəkkəb onun sxemi var. Bütün salona o şaxələnmiş borucuqlar var və s. Bunların birində bir problem yarananda külli miqdarda vəsait xərcləmək lazım gəlir ki, o bərpa olunsun. Və həmin vəsaitdə çox təəssüf ki, daşıyıcılarda hamısında heç də yoxdur belə sərbəst vəsaitlər. Çünki onlar bugünkü gün öz təsərrüfatlarını güclə idarə edirlər. Bəzilərində isə ola bilsin ki, kondisioner saz vəziyyətdədir, normaldır, amma sürücülər onu işlətmirlər.